Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, köhnə videoların birində ayı yuvası sizə göstərmişdim. Təkrarən sizə həmən yerdən yolum düşdü. Göstərəcəm ayı yuvasını. Bizim ərazilərdə çoxudur. Həmin ərazilər tikanlıq basıb, daxil olmaq olmur. Böyük bir yarğanlar vardır. Sadəcə çaya yaxın olduğunu göstərəcəm. Bu da bizim təbiət. Bak bu da ayı yuvası, görürsün. Kaydırıcıdır. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, gördüyünüz bu ərazi Yardımlı rayonunun ərazisidir. Demək olar ki, bu Bilək çayıdır. Bilək çayıdır. Gecə güclü yağış olub, sel olub, görürsünüz buralar birliyib, su da bulaşıqdır. Gördüyünüz kimi, bildiyiniz kimi yay ayıdır, havada dolu, yağış yağır. Heç il belə olmamışdı. 2004'dən bu tərəfə istilər başlamışdı. Təbii zəlzələ nəticəsində sular da etmişdi. Bu İran, İsrail, Amerika savaşından sonra bizim ərazidə sanki müharibənin nəticəsində bu yağışlar sanki bulutları biz tərəfə qovdular və bütün oranın çirki, tozu, mikrofon bizim əraziyə səpildi. Ona görə də yağışlar başlıyor. Görürsünüz. Yaxşı zəncir asıb buradayıq. Saf buradan yerlənmək olur, istirahat edilmək olar. Bizim əsasən cənub bölgəsini bilmirəm. Deməli, gördüyünüz bu Bilək çayıdır. Cənubdan şimal istiqamətə axır. Və gördüyünüz buradakı təbiətin əsasında, məsələn, çayda böyük, nəhəng iri daşlar var, ağır tonlu daşlar var. Ağır tonlu daşlar var. Həmin daşlar gələcəkdə təbii fəlakət olarsa, buradan təbii su vasitəsilə, daşqın, sel vasitəsilə gedib Masallı şəhərinə bəndin qarşısını kəssə, milyonlarla Masallığa ziyan vurmuş olar. Ona görə Ekologiya Nazirliyinin dövlət tərəfindən büdcə keçirirsə, maliyyələşdirsə, bu çay aşağı, mənim sağ tərəfimdə olan Leriklə Yardım arasında Kərküş çayı deyilər, Kərküş. Həmin çay Qovqard adlanır. O çayın demək olar ki, çay yuxarı təmizləmək, bir də Bilək çayını təmizləmək, 2 dənə burada çay axır, təmizləyib gələcəkdə Masallı şəhərinə, üzü aşağılara ziyan vurmaz. Əsasən də dənizdə balıqlar dərinə üzərək kürün, yəni bala verir. Suyun üzərisi duzlu olduğu üçün balıqlar orada bala verə bilməyən əksəriyyəti şirin suya doğru Lənkərandan gəlir, Masaldan keçir, Bilək çayı ilə istiqamətə yürüyür, hərəkət edir və Masallının Nil bağı var, Nil demək olar ki, gölüstü belə bir şey, park, restoranların ərazisində. Çayında, deməli, çayın qarşısında şəxsi, yəqin ki, xüsusi adamlar oranı nəzarət edir ki, orada balıqların bəndi yaranıbdır. Qanunla Ekologiya Nazirliyi, yəqin ki, nəsə var ki, ona görə arxayınca da ora elə olub. Qanunla o çayın, yəni təhlükəsizliyi, təmiri, ora başqa adamların müdaxiləsi qəti qadağan olunmalıdır. Qırmızı kitab əsasında da və Yardımlı rayonunun Tilək kəndinin altında şəlalə var, təbii şəlalə var, 3 metrə, 6 metrə dərinliyində və onlar hərbi vasitəsilə, ekologiya vasitəsilə, işçi heyəti vasitəsilə çapılmalıdır ki, balıqlar gəlib oradan qalxıb, çay yuxarı gəlib nə nəsil arta bilmir bizim çaylarda, ekologiya ilə bağlı, təbiətlə bağlı, yəni bu sual ilə əlaqədar.
o canlıdır, o varlıqdır. Onlar da milyonlarla hansısa bir insanın orqanizminə əlavə nələrəsə xeyri var ki, o suda hərəkət edir. Ona görə ki, o balıqlar üçün şərait yaradılmalıdır ki, onlar gəlməlidir. Burada sel oldu, təbii fəlakət olanda, məsələn, balıqları su yığıb aparır üzü aşağı. Məsələn, cənubdan bu su axır şimal istiqamətə. Yəni, ona görə də təbii fəlakət baş verəndə, daşqın olanda, sel olanda, daşqın nəticəsində burada həmin balıqları su yığıb apararaq kökü kəsilir. Və indi kimisə balıq gölləri var, orada xırdaca təqribən, yəni gözdən yayın ərsə keçirsə, o çaylarda artırır. Əsasən də mən Masallı şəhərində 6-cı gün, bazar günü gətirirdim xırda balıqlar. Orada satışa gələn balıqlar ayırıb, onları dirikən, belə deyək, su baçoklarına, qablarına, kanister deyilər, onlara yığıb gətirib çaylara bıraxdım. İndi sağlıq olsun, qismət olsa, ölüm itirmə olmasa, bu faizi yenə oradan balıq alıb gətirib bu çaylara bıraxacağım. Əslində mart ayı bıraxılmalıdır, kürü tökülməlidir, artım olmalıdır. İndi maddi vəziyyətlə əlaqədar bu təbiəti canlandırmaq üçün tək sanki Afrika çölündə şirlərlə üz-üzə qalmaq biraz çətin məsələdir. Mazut var, sanki salyerka çıxır burada. Ağacın. Bax, görürsünüz, bu daşlar təhlükəlidir. Mənim də qismətim buradır. Yolum düşdü bura. Dedim, bu təbiəti çəkim. Gələ bilməyən insanlar var, evdə oturur. Səhhəti ilə bağlı, yəni 50 il olan insanlar var. Allah Tanrı şəfa versin onlara. Xəstələrimiz var. Heç olmasa, bəlkə mənim bir videom onlara bir dərman olar. Baxarlar, vaxtı gedər, ağrılarla kənarlaşarlar. Onlar üçün mən də bu videolarımla, təbiətlə onlara şəfa vermiş olaram. Çünki insan doğuşdan olaraq təbiətə bağlıdır. Yəni ormanlığa bağlıdır. Ona görə təbiət sevənəm mən, təbiəti çox xoşlayıram. Üzr istəyirəm ifadəmə görə. Pis insanlardansa bu təbiəti, bu çayın balığı mənim üçün dəyərlidir. Yəni hər bir insandan pislik gözləmək olur. İnsan belə deyərlər, yəni çiğ süd əmib, yəni düşüncəsi olsaydı bişirib yerdi. Yəni ona görə ki, o çiğ südün də insan orqanına xeyri var. Amma insanlar var ki, dünya dəyişdi, insanlar dəyişdikcə, yəni xarakterlər dəyişdikcə, insanlar o öyrəşir və əhəlləşir və insanlar bir sözlə vəhşidir, təbiətin vəhşi, ən vəhşi, təhlükəli, qorxulu insanlardır. Ona görə də mənim ən çox sevdiyim bu təbiətdir. Yəni, bunlara qiymət verirəm. Mənim üçün, yəni, bu dünyada dünya insanların, yəni, vəhşiləri, yırtıcıları görmürəm. Sanki bilirəm, onlar yoxdur. Tək bu vahid, bu təbiətdə mənəm. Çünki bu doğanı gəzəndə, bu təbiəti gəzəndə onu hər insan anlamaz. O təbiətə bağlı insanlar bilər təbiət nədir. Təbiətlə danışar, təbiətin dilini bilər. Baxın, görürsünüz, bu raz ağacıdır. Bu da qırmızı kitaba düşüb. Tarixdə, bax bunu da sizə deyim, hər dəfə çəmişəm. Bu raz ağacın bu toxumlarından, bu qabığından qaynadıb o vaxtı dəvə yünlərində, qoyun yünlərində, nə bilim, xalçaçılıqda türklərin, tarixi qədim türklərin xalçaçılıqda bu boyalardan, çox rəylər boyalar daşların üzərində, bitkilərin üzərində, dəniz həşəratında olur. Əsasən də böyük rol oynayan budur. Bu, yəni, toxunmamazlığı var. Nadir ağaclardan biridir bu raz ağacları. Daha da sizə göstərdim ki, Türk millətinin əsasən bayraq rəngləri bax bunlardan alıblar, çoxsunu. Yəni bu, çoxu bunu bilmir. Çox alimlər, çox insanlar, çox tarixçilər bunu bilmir. Ona görə mən də bunu izahən verirəm ki, araşdırın və öyrənin bilir. Bu raz ağacıdır, görürsünüz. Raz ağacıdır. Bunun materialı da qiymətli ağacdır. Yəni xarici ölkələrdə yəqin ki, bu dünya səviyyəli hansısa mebeldə, materiallarda bahalı bir ağac kimi sayılır. Bax, görürsünüz, doğa budur. Təbiəti sevin. Bax, burada neçənci il idi, yadımda deyil. Avqust ayıydı, onu bilirəm. Böyük su fəlakəti oldu. Su fəlakəti olduğuna görə
Görürsünüz nə yerlərdə. Hə. Keçirəm. Görürsünüz. Hə, həmin zamanlarda deməli avqust aydı, yadıma gəlir. Böyük bir çay, səhv etməsəm avqust aydı. Təbii yağış qəfildən gəldi Lerik istiqamətində. Bizim kəndçilərimizin, qohum əqrəbələrimizin, hətta mənim də qardaşım oradaydı. Atın, sonra bütün onlara aid olan Uzunqulaq nə keçdi, sel götürdü, apardı. O vaxtı həmin insanlar təbii fəlakətdən yaxşı qutardı, amma heyvanlara ziyan dəydi. Yəni götürdü, apardı. Kəndçilərə böyük zəhmətin, əməyin qarşısında kasıbçılıq vaxtı lap içinə qaldı. Görürsünüz, çay yuxarı, təbiətin doğa isinə baxır. Bax, görürsünüz. Görürsünüz buranı. Bunun da bir balaca tarixçasını verəcəm üstdən aşağı gələndə. Bax, bu yeri. Elə burada kəndəyim, o videonu ayrı çəkərəm. O vaxtı Cənubi Azərbaycanda farsların təşkilatı əsasında qaçaqlıqda 41-45-ci ildə bizim yardımlı kəndlərinə, indi İran özünü tərifləyir, ya belə xeyriyyətlidir, ya nəsə onlara lənət olsun. Bizim kəndlərdə Lerikin yardımı hara keçdi, yəsizlik olduğu üçün, müharibəyə getdiyi üçün qız, gəlin, qarşısına keçəni götürüb aparmış. Onları qaytarmağa, mal heyvanı güllələyirmişlər. Qaçaqların əksəriyyəti bax və belə yerlərdə gizlənmişlər, gərilmişlər. Bu çayın qırağı, ot yandıranda işığı saçmasın, görünməsin. O vaxtı da onu da deyəcəm. İndi qoy yuxarıda bir yer var. Elə gəlmişəm, onu da çəkəcəm. Və siyasi məsələlərdən də biridir. Onları da üstünə atacağım. Və bilin, onu heç kəs bilmir. İndi bilmirəm, bura dərindir. Mən necə keçsin buradan. Bu videonu dəyəndirib. Yaxşı keçdim bu şəlalədən. İndi buranı da keçə bilsəm. Ona görə deyirəm, bu təbiətlə bağlı bəzən çay yuxarılarda elə yerlər var. Heyvanlar, meşə heyvanları və ya da kəndlilərin qatıb canı qutara bilməyəndə sel götürüb aparıb. Belə yerləri nəfəsi dağıtsalar yaxşı olar da. Yəni bu işlə də işçi ayrılsa gözəl olur. Görürsünüz. Təbiətin gözəlliyinə bax. Bizdə bu təbiəti gəzən yoxdur. Çünki yol yoxdur. Turistlər üçün bax, deyirlər iş yeri yoxdur. Məsələn, iş yeri ata bilmirsiniz. Bax, indi mən keçəcəm bura. Buradan kullanacağım. Gördünüz? Kullandım bura. Görürsünüz. Bax, çay aşağı asfalt da səhmi olar. Düz yol. İndi xaricilərdə olsaydı, buradan qatar da keçirdərdilər. Videomu 13 dəqiqəni keçib verir. Və ona görə çay yuxarı yol çəkilsə, turistlər gəlsə, bax bu göçlərdə, bu qayalarda hərə bir dənə özü üçün balaca çayxana qoysa, dövlət o çayxana quranlara istəyinə tapşırsa ki, çay qırağında 3-ün 4-ə halojnadır. Çayxana qura bilərsə, yəni müvəqqəti çörəkli dolar. Belə bir izaza verilsə, bu yollar çəkilsə, inan, əmin olun, yaşayışın, yəni 70 min əhalidən heç olmasa ki, 10 min insan işçiyə, nə bilim, 5 min, 3 min işçi işsiz qalmaz. Və mən hər an təbii sel gələ bilər, təbii fəlakət ola bilər, videoda çəkirəm. Bax, görürsünüz. Baxın. Gördüyünüz kimi gedirəm çay yuxarı. Hara kimi gedə bilsin. Çox getməyəcəm. Biraz təzyiqim var. Təngə nəfəsi olur amma. Həyatımla bağlı istidir.
Hava da dolu, sel ola bilər. Qaydacam yarıda. Bax. Bura. Heyvanlar gəlir. Burada çayın qırağında yatığa dəyiblər. Yataq gəliblər özlərinə. Görürsünüz. Minbərək. Xeyirli olsun. Sahibinə xeyir ver. Allah, əziyyətdir bu adam deyil. Görürsən. Bunun dəvə dərmanı, nalicəsi, bunların altına atı. Allah gedib kariyerdə daş atmaq ondan yaxşıdır. Ha, bu görürsünüz. Bu doğanı görürsünüz, bu təbiəti. Görürsünüz. Mənim atamın əmsi bu qayadan gəlir düşür. Mənim əmim edir. Atamın əmsi edir. Bax, o qaya var ha. Orada da rəhmətli əmimgilin bir keçisi, yekə bir keçi gəlib qalmışdı o qayada. Düşüb çıxa bilmirdi. Çaqqallar hürkülüb düşürmüşdü ora. Haradasa 3-4 gündür, bir həftə idi, bilmirəm 14 gündür. Ona çokla su aşağı edirdilər, yem verirdilər. Keçi qorxusundan elə bir yerə düşmüşdü. O da orada. Telefon yaxşı deyil, belə yaxınlaşdıram. Buna foto aparat lazımdır. Burada iştirak edirsin, gözəl çəkirlər. Bu mənzərəli yerləri görsədərsən. Mənim bibim oğlu, bu adını da deyim də, Zəfər. Oraya deməli 80 metr nə qədər təqribə yeyinə, sizin deyilər, tapla. Düşdü 2 dənə qat. O keçini baba o ağacın üstündən o yarğan var ha. Oradan onu bağladılar, çıxartdı, daşlar da sökülürdü. Kirəyli oğlan idi. Baba buradan. Bax görürsünüz, düz o ortalıqda idi, düz ortalıqda görürsünüz. Baxın. Yəni oradan çıxartdı. Bax elə bilməyən, indi telefonda bəlkə etməyəm, görsədə bilirəm ya yox. Qayadır, sıldırım qayadır. O vaxtı mənim də əmim, atamın əmisi gəlib orada keçiləri qaytaranda zərgin deyilər, ondan dərəndə nədirsə ayaq yaxıb, indi nəsə olub. Yəqin ki, ağlı başından çıxıb, ayaq yaxıb, gəlib bura düşüb yazıb. Allah dünyasını versin, ruhu şad olsun. Ondan sonra o dönəmdən sonra illər keçdikcə gənc nəsildə bu qayaya girən adamlardan da biri mənim olub. Bir də qardaşım bax burada. Görürsünüz, bu qayanın başından bax görürsünüz. Orada onun üstündə su var. Bax bu qayalarda heç yerdə su sızıntısı yoxdur. Düz qayanın başında su vardı. Ona görə deyir, daşsa ağacı verən Tanrı nə istəsə verər. Bax görürsünüz, bir dənə də götürün. Burada üzüm şitilləri də var, su gətirir. Şu təbiətin gözəlliyinə baxın. Həmişə təbiəti mən tək gəzərəm. Çünki əvvəl 2-3 nəfər dost-tanışla, yaxın adamlarla gedərdim. Belə gəzərdim. Ay tez ol getdi. Nə bilim, burada oturub yoruldum. Fikirləşdim, ancaq onların problemi meşə təbiəti gəzmək yaddan çıxırdı. Ona dedim ki, tək başına özüm gəzərdim. İstəmirəm özüm kimisə qalınca laf edib, qoş qalxdı gəl. Özəldə gəzirəm təbiət. Dəfədə görüm, alınsa sinif yoldaşlarımı yaz qabağı. İndi bizim deməli 2027-də sinif yoldaşlarımızla ayrılmağımız, dostlarımızla, qardaşlarımızla 20 il ili. 20 illiyimizi görə qalınsa keçirdəcək. Yəqin ki, onların yadındadır. Ola budur. Gözəl səsin yağın, al yetken ağlayın. Aman. Görürsünüz orada kimlərsə var.
Bax orada bulaq qazırlar. Ölürlər. Gizlən. Oradadılar. Gel. Görəm bu dostlar kimdir istirahət edir. Yaxınlaşıram onlara. Görürsünüz. Bakın en güzel. Görürsünüz orada su da var. Ben bunu. Görürsünüz. Təbii bulaq var. Görürsünüz. Qazıb düzəltmək lazımdır. Təbiətini. Ardımın ışık üstü direğe de geldi buraya. Sel getirir. Bir de orada ışıklar yanmır. Görürsünüz. Derin versen. Ha burası bak. Bakın. En çok bundan derman hazırlanır. Derman, zərgin deyirlər bizdə. En çok bir de bunu gül yığıntısına, satışına gelir. Yani bunu bazen de bunları dərən insanları görəndə deyirsən ki, bunu niyə dərirsən ki, qayalardan? Baxsan, bu təbiətə məxsusdur, bu ekologiyadır, bu dünyaya görə. Deyir ki, bu elə bir adama getmiş. Neyse. Bir 3 dakika video.
Görürsünüz. Təbiət bu deyə. Buradan Nolallikilere eşk olsun. En çetin yolları, relefleri geçen Nolallik'e eşk olsun. Vətən oğlu her yerdedir. Belə yerlerde aylar da olur ha. Burada tək başına gəzmək təhlükəlidir. Görürsünüz bu iri daşları, hamı qayalar, sular, çay gətir. Tarixdə bu yerlər bərabər olur. Nuhun dövründə yerlərdə təbii fəlakət olanda su yarğanları yaranır. Təbii fəlakətdə baş verən nəticəsində demək olar ki, təbii fəlakət nəticəsində zəlzələlər olur, su olub, su çəkilir, yarğanlar olub, bax bu yerlər belə döv qalır. ...29 dəqiqəm var. Hazırdır. Videonda çox yükləniyim. Onun zariyetası da az.
Bax, çaqqalların yaşı. Hə, ayağının izi var çaqqallar. Bax, buradan tilkidən çıxır. Ona görə deyirlər, dağlar, təpələr, əyri yol açdım. Təpələr açdım, iğnə yarım yol getdim. Bax, bunu belə yerlərə deyirlər. Baxın, görürsünüz, turistləri cəlb eləmək üçün çay yuxarı yol atmaq lazımdır. Yol çayın üstü ilə sel olanda da böyük bir enli yol. Ən azı 8 metr, 6 metr. Maşınları, avtomobilləri yuxarıda saxlamaq. Şefsad olanı qaçıb canı tutar. Görürsünüz. Təbiət budur. Təbiət budur. Belə yerləri görəndə adam deyir, hər gün gəldim tək yaşayım. Bura yardımın ərazisidir. Tarixdə ər olub, ər yəni Oğuz kökənli olub. Ona görə bu gördüyünüz bu meşələr tarixdə ər meşələr deyildi, adlandı. Cənub bölgəsində Azbəy deyirlər. Amma ən qədim tarixə gedəndə Elbrus sıra dağları gedir. Cənub bölgəsinin bu dağları. Tarixi bilənlər bilir də. Bir dəqiqəm var. Dayandırım, adam təbiəti gördükcə çəkir. Baxın təbiətin gözəlliyinə. Əziz dostlar, baxın. Və mənə də ən azından sağ ol deyəsiniz. Deməsiniz də sağ ol. Bunu sizin xatirinizə, millətimin xatirinə bu boyda videonu çəkirəm. Oturub evində qəşəngdə izləsin. Qəşəng yarğanlar var orada. Qoyuz daşların içində. Buradan güclü su axır deyə su. Quruyuc yoxdur. Mağara kimidir ora. Görək burada qarşımıza nə çıxacaq, nə görəcək. Gecə burada dəhşət sel gedir, bax. Tərslikdə mən də bugün gəlmişəm ora. Axırıncı dəfə məni götürüb aparıb Lənkəran dənizində çıxarıldı. Lənkəran, Xəzər şəhəri. Baxın, görürsünüz, təbiətə baxın. Bəh. Bu həyatdır, qarı. Bu təbiət budur. Gözəllik budur. Sizə qurban, gözəllik bax budur. Təbiət budur. Bax, bura deyirdiniz yardımın meşələri yoxdur, nə bilim nədir. Yardımını sadəcə kəndlərinə qaz verilmədi. Verilsəydi canım bölgəsində ümumiyyətcə 300 ildir meşələri məhv olur. Baxın, nə bilim, elə adamlara gedir, elə adamlar güclü adamlardır. Söz də deyə bilmirik. Çünki ona görə balıq necə olur, o məsələ. Suya çalan balıq bıraxarsan necə? Akşam həqiqi sevgilir. Ben Allah başı sel olur. Bax, burak kimi qalsın. Çaydan keçməli olan. Burada böyük çanlı. Bəyəndirim videonu. Çox oldu video. Çox olanda deyirlər baxa bilmirik. Səbrimiz çatmır. Qısa videoları çox xoş deyirlər.
Bir 2 dəqiqədə çəkimsə. Vay 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 vay. Könlümün sevgili məhbubu mənim. Aman 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 aman. Könlümün sevgili məhbubu mənim. Oy oy. Vay 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 vay. Dağların başına kışla kabuklar tanır diyarımı gurbet eli yav 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 gurbet eli yav on gün her alem Bəh, təbiətə bax ya. Vay vay vay. Yukarıda boğaz var. Çayın. Çətin yerdir. Oradan keçmək biraz çətin olur. Bax buradan da güclü su gəlirdi. Bilməm desən var orada. Hə var üstdən gəlir. Buranın suları 90% Sabalan dağının suyuydu. Hə, Küraxanadır bura. Küraxana baba. Suya baxın. Baxın burada. Suya bakın. Gördünüz. Onu temizləsiz. O da oradan gelir. Bütün demək olar ki bu dağların əsasən yolacaq separadının suyu hamısı gəlir burada. Buradan Əhməd dayım buradan bir yol çəkib buradan vurmayım atıyorum. Buranı dağıdasan buranı qəşəcək. Yaxşı buranı daşı deşəsən almatırla. Deşəsən bura. Setkanı çəkəsən, apolovka qurub, beton tökəsən bunun qabağına, hündür. Eləsən sel də gələndə çıxmıyor. Üstlərini də qəşəng belə düzəldəsən betonla, filanqı içine atasan su yapar. Bura göl dərin. Bu dayandırma neçə də 38 çox oldu bu video. Vallahi billahi çox oldu. Şanlara bak. Görkana bakın. En təbii sağlam qida budur. Görürsün. Bunu az qarnına yesen, az qarnına. Bu videonu dayandırım. Görkana bakın.